Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib. Baku Postaz Milli Aza istinadla xəbər verir ki, rəngarəng verilişində qonaq olan sənətçi özünü yaxşı ana hesab etmədiyini deyib. Onun sözlərinə görə övladı üçün istədiyi qədər nələrsə etməyə vaxt tapa bilmir. Yaxşı ana olduğumu düşünmürəm. Övladım üçün istədiyimi edə bilmirəm, vaxt çatdıra bilmirəm. Şərifova həmçinin həyat yoldaşına olan münasibətindən danışıb. Həyat yoldaşıma çox sadiq insanam. Dünya dağlar örərəm, həyatımda olan insana xəyanət etmərəm. Amma kaprizlərim çoxdur və kinim var. Elə şeylər var ki, mənə olunmamalıdır. Edilibsə keçmirəm. Müğənninin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.